Bu cahana elə bir sahibi iman gəlmiş, onun eşqi ilə coşub lərzəyə ümman gəlmiş. Tayı yox, bənzəri yoxdur, o elə kəsdir ki, iki dünyada bizə çeşməyi heyvan gəlmiş. Yeməyib iftarını sailə vermiş qəlbən, müjdə üçün nəbiyə ayə-i Qur'an gəlmiş. Hər cihadda o şücaətlə girib meydana, hər cihadda o şücaətlə girib meydana, ona kim olub müxalif, geri peşman gəlmiş. Öz gücü ilə qoyub heyrətdə o Xeybərliləri, dini İslam'a həmən gün neçə insan gəlmiş. O giribdir Rəsulallahın ölüm yatağına, o giribdir Rəsulallahın ölüm yatağına, sanki eşq ilə Mina dağına qurban gəlmiş. Odur imana gələn kəslərin ilki, əzəli, ismi İslam'a şərəf, cismi saqalxan gəlmiş. Bu həqiqətdir ki, o Kəbədə dünyaya gəlib, fəxr edib dünya ona dəyərli mehman gəlmiş. Yerdə Allah Rəsulü, göydə mələklər şad olub ki, cəhanə belə bir arif-i ürfan gəlmiş. Gözün açdıqda tamam nura boyanmış dünya, gözün açdıqda tamam nura boyanmış dünya, sanki yer kürəsi cism idi, ona can gəlmiş. Qədr-i-xumda dedi Allah Rəsulü, ey ümmət, Qədr-i-xumda dedi Allah Rəsulü, ey ümmət, rəhlətimdən sonra rəhbər odur, fərman gəlmiş. Dayaq olmuş mərizə, sailə həm məzlumə, onun ismi ilə səmadən yerə ehsan gəlmiş. Ona şeytan da gələ bilməyib heç hilə-kələk, ona şeytan da gələ bilməyib heç hilə-kələk, halbuki hilə-kələk Adəmə şeytan gəlmiş. Sən anda qüdrət hanı vəsf eləyə ol şahı, sən anda qüdrət hanı vəsf eləyə ol şahı, Allahın izni ilə dilinə bu dastan gəlmiş, Allahın izni ilə dilinə bu dastan